Sizlər əmin ola bilərsiniz ki, CPA, CFA, ACA bunların hamısını tam əldə etdiyiniz zaman siz burada iş tapmama imkanınız mümkün deyil. Amma gənclərin bəziləri belə bir şey edir. ACA-nin fundamental stepləri var, bilirsiniz də, bu F3-lər, F7-lər. Bunları verib özlərini, belə deyim, loru dilində desək, az sanan bəzi cavan kadrlar var. Amma bunlar Avropada F3, F7 keçərli deyil. ACA member demək, professionalların hamısını verən şəxs deməkdir. Hələ ilk stepdə, F3-də, F7-də özünü yetərli görmək məncə çox sadəlöv bir hərəkət olar. Böyük məsələlərdən biri də gənclər F3, F7 ilə yetinirlər. Və biz də Baratsınla görüşümüz zaman dedik ki, gəlin bunu F3, F7 ilə yetinməyək, çünki çox ciddi problemlərlə qarşılaşırıq.